Hamıya salamlar. Bugün həm kosmetikalar, həm gündəlik istifadə üçün olan ərzaqlar, diş pastaları, zunur pastaları, şampunlardan danışacağım ki, bunları bitirmişəm hər birini. Hər biri haqqında qısa məlumat verəcəm. Kulisdən başlayayım. Mən bunu həmişə yeyirəm və normal olaraq yenidən geri dönüş ola biləcəyim bir firmadır. Qiymətli münasibdir. Məhsul isə Xlebsibli. Bunu Bravo'dan 50% indirimdən almışdım. Amma inanın ki, yəni mən heç bəyənmədim. Demək olar içində bir balaca qalıb. Dedim ki, bitənlərin içərisində qoyun. Kasınıza çıxsa məsləhət deyil almağınız. Mənim hər dəfə aldığım bir çaydır. Mən bunun dadını çox bəyənirəm. Hər cürəzlisi var, börtgənlisi, çələklisi. Mən çələk bananlısını alıram. Bir dənə şəkərli olanını sevmirəm. Qalan hər biri mənim ağız dadıma uyğundur. Dadı isə çox qəşəngdir. Kimə məsləhət görmüşəmsə təkrar istifadə etdiyi bir çaydır. Bir digər qurtardığım çay Greenfood'un yaşıl çayıdır. Adını ola bilsin ki, düzgün demədim. Dadını çox da bəyənmirəm. Mən yaşıl çayların çoxsunun dadını bəyənmirəm. Amma hamısına nisbətən hardasa bunu içə bilirəm. Geri dönüş etməyəcəm. Digər çaylara tutacağım. Digər çay Doğadanın yaşıl çayıdır. Mən hər dəfə bir çayını alıram. Bunlar indirimdə olduqca mütləq şəkildə aldığım çaylardır. Hal-hazırda yenidən deyəsən Bravo'da indirimlərini görmüşəm, alacağım. Ananaslı çayı da çox qəşəng idi. Yəni heç yaşıl çay dadı vermirdi və bu çayları hər axşam içdikdə mən çəkimi daha rahat saxlaya bilirəm. Bitdi. İndi isə gündəlik baxım məhsullarına keçək. İlk öncə Urbanın saç maskasını. Bunu təriflədikləri zaman almışam. Ancaq onu deyim ki, heç bəyənmirəm. Məhsul haqqında danışım. Bu firmanın həm duş geli, həm şampununu almışdım. Şampununu hardasa bəyənmişəm, amma duş geli heç xoşuma gəlmədi. İşte geri dönüş edə biləcəyim bir məhsullar deyil hər ikisi. Üçün əvəz olunmaz məhsullardan olan bir qoltuq altı məsləhət görəcəm. Birinci Dionikadan başlayayım. Heç bəyənmədim. Qoxunu demək olar yarım saat saxlamır. Qoxusu qəşəng olsa da yay ətri verir, amma heç saxlamır. Emotion'un ancaq bu ətrini sevirəm. Hardasa gündəlik istifadə üçün bəyənirəm. Amma bir digəri isə məndən həmişə qoxumu soruşduqları Malizamba qoltuq altısı ki, mən çox bəyənirəm. Görsən mütləq şəkildə aldığım bir firmadır. Bilmirəm, qulaq çöpü ipəyin çox yaxşıdır. Surətdə almayın, aldırmayın. Çox pisdir, tamı da çox bərbaddır. Tintin skrabı çox qəşəngdir, dənəcikləri iridir. Məsləhət görürəm, çox qəşəngdir. Sponge da paylaşım. Deməli